Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İbadallah, usikum və nəfsi bi təqvallah. Əziz müminlər, bir daha özümü və sizləri ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Allah mütəallizləri təqvalı yaşamaqda müvəffəq eləsin inşallah. Dedik ki, Şaban ayının sonuncu cümə günüdür və əziz Peyğəmbərimiz Şaban ayının sonuncu günündə bir xutbə oxumuşdu müsəlmanlara, möminlərə. Və mənim adətim budur. Hər il Şaban ayının sonuncu cümə xutbəsində təbii bizim sözlərimiz hamısı Peyğəmbər kəlamlarının yanında bir heçdir. Ona görə Peyğəmbərimizin o mübarək dodaqlarından çıxmış kəlamları sizlərlə hər il oxuyub, tərcümə eləmək istəyirəm, danışaq barəsində və müstəhəbbidir ki, son cümədə Peyğəmbəri Əkrəmin həmin hədisini biz oxuyaq. Cümə günü idi. Məsciddə müsəlmanlar cəm olmuşdular və əziz Peyğəmbərimiz özü cümə namazı qılırdı və özü cümə xutbəsi oxuyurdu. Təsəvvür elə, Peyğəmbəri Əkrəmin oxuduğu bir cümə xutbəsində sən iştirak eləyəsən. İnşallah bizə Allah İmam Zamanın cümə xutbəsində əyləşməyi nəsib eləsin. Ki, daha Peyğəmbərimizi biz dərk eləyə bilməmişik, ondan 1400 il sonra yaşayırıq, lakin o kəlamlar qalır, o kəlamları ən azı eşidə bilirik biz. O təsiri var mütləq qəlblərimizdə. Əziz Peyğəmbərimiz buyurdu: Əyyuhən-nas, innəhu qad əqbələ iləykum şəhrullah bil-bərakəti və rəhmətə vəl-məğfirə. Ay insanlar, özdə diqqətli olun, Peyğəmbər tək müsəlmanlara xitab eləmir. Ya eyyuhəl-muslimin xitabı ilə başlamır. Əyyuhən-nas xitabı ilə başlayır. Bütün insanlığa xitab edir Peyğəmbər Əkrəm. Diqqətli olun, ayıq olun, bilin. İlahi rəhmət ayı, ilahi məğfirət ayı, ilahi bərəkət ayı sizə tərəf üst tutub gəlir. Bu elə-belə bir ay deyil. Buna sıradan aylar gözündə baxmayın. Bu ayın qədrin, qiymətin, dəyərin bilin. Şəhrun huva indəllaha əfzəl şuhur. Bu belə bir aydır ki, Allah aylarının içində ən fəzilətli bir aydır. Və əyyamuhu əfzəlül əyyam. Bunun günləri bütün günlərdən, ilin 365 günündən fəzilətli günlərdir və ləyalihi əfzəlus ləyali və gecələri bütün gecələrdən fəzilətlidir. Möminlər, əzizlərim, bir qardaşınız olaraq xahiş edirəm. İlin hər gecəsi bir tərəfə Ramazan ayının gecələrini behuda keçirtməyək. Bizim həyatımıza çox böyük təsir qoyur. Ramazan ayında heç olmasa bir saat hər axşam Allahla öz aramızda vaxt ayıraq. Çox dəyərli bir zamanlardır, vaxtlardır. Ki, Peyğəmbər bunu can yanğısına istəyir ki, müsəlmanlar başa düşsünlər, insanlar başa düşsünlər ki, bu çox dəyərdir və gəlib keçir. Bundan müğayət olun. Elə-belə bihuda yanaşmayın buna. Və saatuha əfsəlus saə. Bunun saatları çox fəzilətlidir. Huvə şəhrun du'aytu fihim ila ziyafətillah. Bu bir aydır ki, Allahın qonaqlığına dəvət olmusunuz. Və cu'ultum fihi min əhli kəramətillah. Və bu ayda hamınız kəramət əhli olmusunuz. Biz tarixdən oxuyuruq da, eşidirik, kəramət əhli insanlar olub, böyük insanlar olub və o kəramət əhli olmaq üçün bir ömür zəhmət çəkiblər. Təqvalı yaşayıblar, halala, harama çox diqqətlə fikir veriblər, vacibatlarına, müstəhəbbatlarına çox diqqətlə fikir veriblər, nəfslə mübarizə aparıblar, gəliblər, olublar kəramət əhli. Allah deyir, bax, mənim qonaqlığımın ilk mükafatı budur sənə. Sən də bir dənə kəramət əhlisən bu ayda. Səni də Allah kəramət əhli qərar verir. Neynə qərar verir Allah bizi? Ənfusakum fihi tasbih. Deyir, bax, kəramətlərimin bir neçəsini sayıram sənə. Bu ayda sənin nəfəsin təsbihdir. Adi nəfəs alacaqsan, mən sənin üçün zikir yazacağam. Bir neçə hal var hədislərdir ki, insan üçün zikir yazılar. Biri dəstəmaz alıb yatan insandır. Bir danışdığına, elminə əməl eləyən alimin yuxusu da hədislərdə deyiblər. Bir də Ramazan ayında, məxsus Ramazan ayında oruç tutan insanın nəfəsi təsbihdir. Bu da hər vaxtın orucuna şamil deyil. Bu xüsusi Ramazan ayına aid bir məsələdir. Və navmukum fihi ibadə. Bu ayda sizin yuxularınız belə ibadətdir. Sən yatacaqsan, Allah sənin üçün ibadət yazacaq. Gördün, nə gözəl Allahımız var. Və əməlukum fihi məqbul. Və bu ayda heç şübhəsiz bütün əməlləriniz qəbuldur.
Arxayın ola bilərsiniz. Başqa vaxtda ehtimal var ki, əməlimiz qəbul olmasın, Allah vədəsidir. Çünki qonaq çağırıb, deyir, mən qonaqlıqda öz səxavətimi göstərəcəm də sizə. Əməllərinizi də qəbul edəcəm. Və duaukum fihi mustajab. Və sizin bütün dualarınız da burada qəbul olunacaq. Fəəsəlullaha rabbakum bi niyyatis sadiqə və qulubun tahirə an yuvaffiqakum li siyamihi və tilavati kitabih. Bəs nə dua eləyin? Duanı da öyrədir Peyğəmbər Əkrəmimizə. Deyir, bu ayda Allahdan istəyin ki, sizə icazə versin, oruç tutasınız, sizə icazə versin, Quran oxuyasınız, sizə icazə versin, ibadət eləyəsiniz. Yəni, öz başına dövülsünüz. Elə mən kefim istəyəcək, oruc da tutacam, bu cür deyil. Gərək ilahi bir tövfiqat olsun bunun üçün. O qədər insan var, Allah şəfa versin cəmi xəstələrə, səhət imkan vermir. Səfərdə olur işi görürsən. Allaha yalvaraq ki, Allah, bu ayımı elə mən üçün tədarük elə ki, bir ay əvvəldən axır oruç tuta bilim. İşlərimizi də o cür səhmanlayaq. Düzdür, Allah icazə verib, səfərə gedən oruç tutmayacaq, Ramazan ayından sonra qəzasını tutacaq. Lakin bu ayda bizə oruç tutduğumuza görə nə verəcəklərsə, Ramazan ayından sonra tutduğumuz qəzalara görə o verilmir insana. Bilmirəm bu ayda Allah bizə nə verəcəksə, amma bu ayda müğayət olaq. Çalışaq elə 30 günlük tam-tamına, amma Allahdan istəyək də bunu. Allaha yalvaraq ki, buna icazə versin. Və təsəddəqu ələ füqəraikum və məsakinikum. Və bu ayda çoxlu sədəqə verin ehtiyaclara. Fürsət ayıdır, ehtiyaclara çoxlu sədəqə verin. Və vəqqiru kibarikum. Böyüklərinizi vüqarlı tutun, ehtiramlı tutun. Böyüklərinizə çox hörmət edin deyiblər. Varhamı sıqarakum. Kiçiklərinizə də rəhm eləyin. Vəsilu arhamakum və qohum əqraba münasibətlərini düzəldin, get-gəllərinizi düzəldin. Vəhfəzu əlsinətəkum. Çox mühüm bir nöqtəyə toxunur Peyğəmbər Əkrəm. Və dilinizə sahib çıxın. Oruçdan bu cür deyil ki, elə az qala. Oruçdan dilinə sahib çıxmalıdır. Bütün, mən günah demirəm, Allah möminlərdən uzaq eləsin ki, möminin dilinə birdən söyüş gələ, birdən qeybət gələ, birdən böhtan gələ. Buna Allah möminlərdən uzaq eləsin. Mömin heç Ramazan ayında bihudə danışmasın. Lazımsız söz danışmasın. Ona dünyasına, axirətinə xeyir verməyəcək bir şeylər danışmasın. Elə vay o gündən ki, insan axirətini bərbad eləyəcək şeylər danışsın. Bu cürdə insanlar çox təəssüf ki, cəmiyyətimizdə var da. Çıxırlar, biri Qurandan danışır, biri zəkatdan danışır, biri qurban kəsməkdən danışır. Özlərinə görə Quran təfsir edirlər. Yox, zəkat, dində zəkat vermək yoxdur, bu elə nəfsi təzkiyədir. Biri çıxır, deyir, dində qurban kəsmək yoxdur, bu elə Allahın bizim qurbanlarımıza ehtiyacı yoxdur. Biri çıxır, deyir ki, məsələn, heç namaz da yoxdur Quranda. Biri çıxır, deyir ki, hicab yox, hicaba özü üçün yaş özü qoyur da, deyir ki, mən təyin edirəm, Allah təyin eləmir, bu təyinatları mən təyin edirəm, bu vaxt olmalıdır və s. və ilaxır. Adamın hərdən olur, hərdən görürsən ki, o cür adama da bir canı yanır ki, axirətdə sənin hesabın necə olacaq? Axı sənin Allah dini ilə nə işin var? Özdə elə bir məsələlərdən danışırsan ki, bu əqidəvi məsələ deyil, hansısa məzhəbə aid deyil. Bu, bütün müsəlmanların ortaq dəyərləridir, bu xalqın dəyərləridir. Kim ixtiyar verir ki, xalqın dəyərlərinə, dinin dəyərlərinə sən qəbul eləmə də, biz hər dəfə deyirik, qəbul etmə, bu sənin şəxsi məsələndir. Dini həyat yaşama, bu sənin şəxsi məsələndir. Amma dini həyat yaşayan insanların da həyatına tolerant, zəhmət çək yanaş. Zəhmət çək, borcundur bu. Hüquqi borcundur bu sənin ki, insanların dəyərlərinə dil uzadıb, cəmiyyəti niyə narahat edirsiniz? Cəmiyyətdə niyə o sabit ab-ı havanı pozursunuz ki? Nə maraqlar var ki bu məsələlərdə? İnsanlar dinin qoy rahat yaşasın. Sən niyə? Mən bir məsələyə çox diqqət edirəm. Heç mən bu günəcən görmədim ki, başqa dinlərin bir məsələsin xurafatdır, bunu gündəmə gətirsin o insanlar. Ki, filan dində də filan xurafat var. Elə 4 açıqı ilə, 4 eynə ilə müsəlmanları güdürlər. O məzhəbdə filan şey var, bu məzhəbdə filan şey var, bunu gətirdilər gündəmə. Sən nədir, bu dinin düşmənisən ki? Hər bir cəmiyyətin, hər bir
toplumun, ola bilər bəzi adətləri də olsun. Biz onlara da hörmətlə yanaşırıq da, o toplumun dəyərləridir. Mən qəbul eləmirəm, onun üçün xoşdur, o cür, məsələn, bayram keçirdir, o cür mərasim keçirdir, o da onun şəxsi işidir. Niyə bu cür, məsələn, müsəlmanların, dinin, İslamın, əqidənin məsələlərini? Ona görə Peyğəmbər Əkrəm buyurur, dilinizdən müğayət olun. Bu dildən asacaqlar qiyamətin günündə insan. Ola bilər bu dünyada gəlib keçə danışam da istədiyim kimi. Amma qiyamətin günündə hər kəlməyə, hər sözə görə insan hesab kitab verəcək. Bir insanın məsuliyyəti olmalıdır, axirət məsuliyyəti olmalıdır. Gəlirlər, məsələn, qara cümə. Bu cür şey, niyə bizim dəyərlərimiz pis təbliğ olunur? Niyə cüməyə qara adı qoyuruq ki? Elə deyək ki, yaşıl cümə, mübarək cümə. Bu cümə müsəlmanların əziz günüdür da, bütün müsəlmanların əziz günüdür. Bunlara ehtiramla yanaşaq biz. Bunlara o pis aura yükləməyək dəyərlərimizə. Qoy, niyə bizim balalarımız cümə adı gələndə sevinsin? Niyə məsumlar deyirlər ki, cümə günü evinizə təzə meyvə alın, aparın. Çünki balalar təzə xurma deyir, alın, aparın. Evdə uşaqlar sevinsinlər cümənin gəlişi ilə. Bilsinlər, başa düşsünlər ki, gözəl bir gündür, o bir günlərdən fərqlidir. Niyə onu ağır bir, qara bir abu-hava ilə sən yükləyirsən, ona bir başqa cür də adlar qoyursan. Allahdan istəyək, Allahdan arzu edək, təmənna edək ki, Allah mütəal bizləri bu ayın ibadət itaətində müvəffəq eləsin inşallah.